Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda tarixi uğura imza atıb. 2017-ci ildə yaradılan Azərbaycan təmsilçisi cəmi 9 il ərzində turnirin təsnifat mərhələsindən əsas mərhələyə yüksələn ən gənc klub olub. Əvvəlki rekord 12 illə Rusiyanın Krasnodar klubuna məxsus idi. Sabah play-off mərhələsində İsrailin Hapoel Beersheva klubunu 2 oyunun nəticəsinə əsasən 6-4 hesabı ilə məğlub edib. Beləliklə Bayquşlar Qarabağdan sonra Çempionlar Liqasının əsas mərhələsində mübarizə apararaq ikinci Azərbaycan klubu olub. Prezident İlham Əliyev də komandanın uğurunu yüksək qiymətləndirərək Sabahı təbrik edib və yeni yaradılmış bir klubun qısa müddətdə belə böyük nailiyyət qazanmasının qürurverici olduğunu bildirib. Masazuru təmsil edən Sabah 2018-2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. Komanda ev oyunlarını Masazurda yerləşən Bank Respublika Arenada keçirir. Klubun qara çəhrayı rəngləri Masazurun simvollarından ilhamlanıb. Loqodakı günəş şüaları yeni gün, yeni ümid və yeni qələbələrə, qalxan isə müdafiə əzmini simvolizə edir. İndi Sabah qarşısında daha böyük bir sınaq var. Avropanın ən güclü klubları ilə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq.